Hər kəsə salam, mən Sara müəllim. Bugün sizlərə Biologiya 20 variant sınaq kitabından sınaq 4-ü izah edəcəm. Birinci sual, öküz soliterinin həyat siklində parazitin inkişafının hansı mərhələləri aralıq sahibinin bədənində əmələ gəlir? Gəlin baxaq, bir nömrəyə yumurta verib, yumurta həm əsas sahibdə rast gəlirik, həm aralıq sahibdə. Amma bizə deyir əmələ gəlir. Əmələ gəlir deyirsə insanda əmələ gəlir. Bilirik ki, İnsan öküz soliterinin əsas sahibidir. Yəni bura əsas sahib yaza bilərik. İnsanı tərk edir yumurta mərhələsində. Yumurtanın içərisində 6 qarmaqlı sürfə odur. Qara mal hansı ki öküz soliterinin aralıq sahibidir. Həmin yumurtanı udduqda qara malın həzm sistemində yumurtadan 6 qarmaqlı sürfə çıxır. Həmin sürfə qara malın, deməli 6 qarmaqlı sürfə, baxın burada 2 rəqəmindən görürük 6 dənə qarmaq var. Bu oldu aralıq sahib. Həmin o 6 qarmaqlı sürfə qara malın bağırsağından, qan vasitəsindən gedir əzələlərə. Əzələlərdə finnaya çevrilir. Hansı ki bu finnadır. Finnada deməli hardadır? Aralıq sahibdə. Sonra aralıq sahibinin bədəndə hansı ki finna, insan finnalı əti yedikdə insanın həzm sistemində finnadan başçıq və boyuncuğu olan cavan öküz soliteri çıxmış olur. Bu da oldu əsas sahibdə. Deməli olacaq cavabım 2 və 3. İkinci sual, qılcıq var, qan var, amma mənfi qoyub burada sormaçdan qəlsəməyə. Qılcıq varsa biz burada söhbət həlqəvi qurdları misal göstərə bilərik. Hansı ki orada çox qıllı qurdlar və az qıllı qurdlar sinfi var. Bizə verilən variantlarda həlqəvi qurdlar A, B və C variantında var. Ümumiyyətlə tip zərrisində olmayacaq. Məsələn, baxın, adi sormaçdan götürək. Sormaç görsünüz, burada çıx veribdir. Yəni sormacı yoxdur, amma tip zərrisinin sormacı var. Soğulcanda qılcıq da var, qan da var, qəlsəmə və sormaç yoxdur. Elə cavabım olacaq soğulcan. Amma qum qurdunda burada verib qəlsəmə yoxdur. Halbuki qum qurdunda qəlsəmə var. Qalanlarda uyğun gəlmir, yəni qılcıqları yoxdur. Sonra üçüncü sual, xaslı örümçəkdə zəhər vəzlərinin, tor vəzlərinin və ya çay xərçəngində yaşıl vəzlərin axarları hara açılır? Xaslı örümçəkdə zəhər vəzləri üst çənə çıxıntısına açılır. Bu oldu çənə çıxıntısı. Tor vəzləri qarıncığın sonuna açılır. Qarıncığın sonu. Xərçəngdə də yaşıl vəzlər baş hissədə yerləşir. Bıcıqların dibinə açılmış olur. Uyğun olaraq B variantını götürəcəyik. Gəmirici ağız aparatına malik olan həşəratın başında yerləşir. Ümumiyyətlə, gəmirici ağız aparatı bir cüt üst çənə, bir cüt alt çənə, üst dodaq və alt dodaqdan ibarətdir. Və eyni zamanda üst çənə çıxıntısı olan qolcuqlardan ibarətdir. Burada da dodaq və qolcuqlar olan variant var. Qaldı digər variantlara. Məsələn, biz may böcəyini misal göstərsək, hansı ki gəmirici ağız aparatına malikdir. Orada bığcıqlara da rast gəlirdik. Olur 1, 3 və 4. Buğumayaqlar hansı yolla çoxalır? Buğumayaqlar həm yumurta qoymaqla, həm də diri bala doğmaqla çoxalır. Məsələn, diri bala doğan nümayəndəyə misal olaraq əqrəbləri göstərə bilərik. Kələm kəpənəyinin bütün ayaqlarında olan buğumların sayı, kələm kəpənəyində, ümumiyyətlə buğumayaqlarda bir ətrafda 5 dənə buğum olur. Və eyni zamanda da bütün buğumayaqlarda da daha doğrusu cücülərdən söhbət gedir. Kələm kəpənəyinin bütün ayaqlarında olan buğumların sayı, kələm kəpənəyin 3 cüt ətrafı var. Yəni 3 cüt ayaq var. Hər ayağında da ümumiyyətlə buğum ayaqlarda 5 dənə buğum olur. 6 dənə ətraf, 6 ayaq vururam buğumların sayına. Elədir 30 dənə cəmi buğum. Hərəkət orqanları sayı da 10 dənədir. Çünki 6 dənə ətrafı var. 2 cüt də qanadı, yəni 4 dənə. Bu da olur 30-un 10-a. 3 sıfırlar gedir, 3-ün 1-ə nisbəti. Açar sözlərdən istifadə edərək mətni tamamlayın. İnsanda ankilostomaz xəstəliyini törədən söhbət əyri baş qurddan gedir. Ankilostoma. Əyri baş qurddan ankilostoma sap qurdlara aiddir. Rəqəmlə yazaq. Ankilostoma insanın nazik bağırsağında parazitlik edir, yəni 5. Öküz soliterinin əsas sahibi insan, aralıq sahibi isə qaramaldır. Əsas 1, aralıq 2. 3, 5, 1 və 2. Onurğasız heyvanlardan qan damar sistemi haqqında hansı ifadə doğru deyil?
Bəzi nümayəndələrində qapalı qan damar, ümumiyyətlə qan damar sistemi yoxdur. Bəli, məsəl üçün sap qurdlarda qan damar sistemi yoxdur. Bəzi nümayəndələrində açıq qan damar sistemi var, məsələn, göl ilbizində. Bəzi nümayəndələri qapalı qan damar sisteminə malikdir, məsələn, soğulcan. Açıq qan damar sistemi olan nümayəndələrində ağciyər tənəffüsü ola bilər. Bəli, məsələn, elə bayaq qeyd etdik, göl ilbizində. Qapalı qan damar sistemi olan nümayəndələrdə traxeya tənəffüsü ola bilər. Ümumiyyətlə, traxeya tənəffüsü açıq qan damar sisteminə uyğunlaşmış bir tənəffüs formasıdır. Məsəl üçün, traxeyaya malik olan cücülərdə, tutaq ki, onlarda traxeya ilə tənəffüs edirlər və onların qan damar sistemi açıqdır və qanı oksigenin daşınmasına iştirak etmir. Traxeyalar vasitəsilə birbaşa oksigen hüceyrələrə daxil olur. Yəni, traxeya tənəffüsü olan canlılarda qan damar sistemi açıq olur. Qapalı olmur, yəni. Həzm prosesinin son qalıqları ağız vasitəsilə kənarlaşdırılmayan canlı. Məsələn, ağ planarda bağırsaq kör qurtarır. Qidanın iki istiqamətdə hərəkəti var idi. Ağızdan daxil olur, ağızdan xaric olunur. Şirin su hidrası aktiniyada həmçinin qaraciyər sorucusunda da bağırsaq kör qurtardığına görə ağız vasitəsilə xaric olunur. Exnokokda isə xüsusi həzm orqanı yoxdur. Bütün bədən səthindən xaric olunur. Yastı qurdlarda protonefridlərin gördüyü şey, protonefridlər ifrazat sisteminə aid orqandır. Hansı ki, çay xərçəngində də ifrazata xidmət edən orqan olacaq yaşıl vəzlər. Uyğunluğu müəyyən edin. 1 ilə ağ planari verib, 2 ilə də qaraciyər sorucusu. Qaraciyər sorucusu. Xüsusi hiss orqanı yoxdur. Qaraciyər sorucusunda yoxdur. Ağ planaridə məsələn gözləri var, çıxıntısı var, lamisə çıxıntısı. Oksigenli mühitdə tənəffüs edir. Oksigeni bütün bədən səthi ilə qəbul edir. Ümumiyyətlə, oksigenlə istifadə edən ağ planardır. Qaraciyər sorucusu oksigensiz mühitdə yaşayır, anaerob tənəffüs edir. Bədəni kirpikçiklərlə örtülmüşdür. Ağ planardır, kirpikli qurdlara aiddir. Ağız bədənin ön hissəsində yerləşir. Bəli, qaraciyər sorucusunda ağ planardır, məsələn, bu hissədə yerləşir, bədənin ortasında. Şirin sularda yaşayır ağ planarı. Bu da olur A variantına uyğun. Uyğunluğu müəyyən edin. Ağ planarı insan asqaridir. Dodaqlar. 3 ədəd dodaq insan asqaridində rast gəldik. Gözlər ağ planaridir dedik. Kirpikçiklər də ağ planaridədir. Anal dərik ilk dəfə insan asqaridində rast gəlmişdik. Hansı ki, həmin canlılarda qidanın bir istiqamətdə hərəkəti yaranmışdı ki, qida anal dərik vasitəsindən xaric olunurdu. Yəni, ağ planaridəki kimi ağızdan daxil olub, ağızdan xaric olmurdu. Qida borusu da yenə insan asqaridində olur. Yəni, insan asqaridində həzm sistemi ağ planaraya nisbətən daha da mürəkkəbləşmişdir. 1-ə BC, 2-ə isə AD və Y. Xaçlı hörümçək üçün xarakterik olanları müəyyən edin. Bir cüt bılcıq, hörümçəkdə bılcıq yoxdur. Bir cüt xeysir var. 2 cüt yox, 1 cüt pedipalp var. 4 cüt gözlük var. Bəli, 4 cüt tənəffüs dəliyi. Ümumiyyətlə, tənəffüs dəliyi traxeyaların sayına əsasən müəyyən olunur. Xaçlı hörümçəkdə də 2 cüt traxeya olduğuna görə 2 cütdə elə tənəffüs dəliyi olmuş olacaq. 4 cür tənəffüs dəliyi məsələn əqrəblərdə aid edə bilərik. Burada söhbət hörümçəkdən gedir. 4 cürdə yermə ayağı var. Olur 2, 4 və 6. Euler Venn diaqramına uyğun bəndləri müəyyən edin. Yaşıl evqlena, deməli tək qamçı. Tək qamçısı evqlenaya aiddir. Volvoxda 2 dənə qamçı olur. 25 xromatofor, o da yaşıl evqlenaya aiddir. Volvoxda 1 dənə xromatofor var. Avtotrof qidalanma. Hər ikisində xromatofor olduğuna görə hər ikisində avtotrof qidalanma olacaq. Armud şəkilli forma Volvoxa aiddir. Bir nüvə, hər ikisində də bir dənə nüvə var. 2 dənə də qamçı Volvoxda olacaq. Birinciyə 1, 2, 2-yə 4, 6, 3-ə də 3, 5, A. Hansı canlı verilmiş orqanlardan yalnız 2 növünə malikdir? Məsələn, soğulcana baxsaq, soğulcanda ürək yoxdur. Orada yəni dırnaq arasında ürək verib, damarlar birləşərək ürək funksiyası yerinə yetirir. Ona görə ürək götürmürük. Qan damarları var soğulcanda. Anus var, dərrə əzələ kisəsi var.
Deməli bizə yalnız ikisi olmalıdır. Göl ilbizinə baxaq. Məsələn, göl ilbizində ürək var, qan damarları var, anus var, həssas çıxıntı var, gözləri var. Belə getdi. İnsan askaridi. İnsan askaridində ümumiyyətlə qan damar sistemi yoxdur. Anus var və dəri əzələ kisəsi də var. Deməli olacaq yalnız da insan askaridi. Yaşıl evgilenin bir organoidinin daxilindəki bəzi maddələrin miqdarı 3 dəqiqədən bir ölçülərək nəticələr ölçmə ardıcılığı ilə cədvəldə qeyd olunub. Bu organoidin funksiyası nədir? Deməli 3 dəqiqədən bir analiz olub. Birinci, ikinci və üçüncü analizdir. Birinci analizdə nişastanın miqdarı 96%-dir, glikoza 4%-dir. Ümumiyyətlə, nişasta daha mürəkkəb üzvü birləşmədir, polisaxaridlərə aiddir. Glikoza isə monosaxariddir. Yəni nişasta parçalanır glikozaya. Deməli, burada parçalanma prosesi baxaq görək nə cür baş verir. Bu indi birinci analizdir. İndi ikinci analizə baxaq. İkinci analizdə baxın, nişasta azalıb, glikoza artıb. Üçüncü analizdə də tam azalıb, glikoza çox artıb. Deməli, mürəkkəb maddə daha sadə, belə deyək də, daha kiçik quruluşlu maddəyə çevrilib, polisaxarid, monosaxaridə. Bu da nə deməkdir? Deməli, həzm prosesi baş verib. Yəni, organoidin funksiyası həzmdir. Uyğun olmayan ifadələri müəyyən edin. Həşəratlar sinfi. Həşəratlar sinfindən güvə aiddir. Məryəm qurdu xərçənglərə aiddir. 1-ə aiddir. Bir də göyün. Tarantulda hörümçəklərə aiddir. 1, 3 və 4. Uyğun olmayan. Bizə həşəratlara aid olmayanları götürəcək. O zaman 5 və 2 olacaq. Şəkildəki həşəratlardan tam çevrilmə ilə inkişaf edənlərin qeyri-tam çevrilmə ilə inkişaf edənlərin nisbəti necədir? Ümumiyyətlə, orada bizə həm tam çevrilmədə pup mərhələsi olur, qeyri-tamda pup mərhələsi olmur. Yəni, qeyri-tam çevrilmə ilə verən həşəratların adı daha azdır cədvəldə. Yəni, qeyri-tam çevrilməni siz əzbərləsəz, artıq biləcəksiniz ki, qalanları tam çevrilmədir. Məsələn, qeyri-tam çevrilməyə bitdi, taxta bitidir, çəyirtkə, mənənə, bir də tarakan. Yəni bu 5 dənə canlının əzbərləsəniz, bilərsiniz ki, qalanlar da elə tam çevrilməyə aiddir. Burada da biz adını çəkdiklərimizdə yalnız çəyirtkə var. Tam çevrilmənin, yəni 3-ün qeyri-tama 1-ə nisbəti. Deməli, yenə təkrar edirəm. Qeyri-tam çevrilməni əzbərləyin, qalanı əzbərləməyə ehtiyac yoxdur. Qalanları onsuz da biləcəksiniz ki, tam çevrilmədir. Qeyri-tama da aiddir bitlər, taxta bitlər, mənənə, tarakan və çəyirtkə. Sonra, hansı qurdun aralıq sahibi bir ədəd ayağa malikdir? Bir ədəd ayaq deyəndə bizim ilk ağlımıza gələn göl ilbizidir. Göl ilbizi də qaraciyər sortusunun əsas sahibidir. Kalmarın qısa qolcuqlarının sayı qədər sormaca malik olan. Kalmarın 8 dənə qısa qolcuğu var. Yəni 8 dənə sormaca malik olan öküz solteri. Biz bilirik ki, bir dənə öküz solterinin 4 dənə sormacı var. 8 dənə sormaç da təbii ki 2 dənəsində olacaq. 2 dənə də öküz solterində birində 1000 dənə buğum varsa, ikisində də elə 2000 dənə buğum olmuş olacaq. 2-ni də vururam, yəni 1000-ə. Volvoxun bir hüceyrəsi öz forması, quruluşuna görə hansı canlıya daha çox oxşayır? Təbii ki, şəkli gözümüzün qabağında canlandırsaq, məsələn, yaşıl evqilində bir dənə qamçı var, infizor tərlik olmayacaq, yəni heç oxşamır. Həm burada kirpikçiklər var, eyni zamanda quruluşu da oxşamır. Xlarelladaya da ən çox xlamidamanadoya oxşayacaq, çünki həm forması, həm də xlamidamanadoda da, Volvoxda da 2 ədəd qamçı var. Baxın, burada şəkli yerləşdirdim. Bu Volvoxdur, bu isə xlamidamanadodadır. Görürsünüz, bir-birinə çox oxşayır xarici görünüşünə görə. Qurd verib sormaçların sayı. 2 dənə sormacı var, qan damar sistemi yoxdur, ağız var, bədəni buğumlu deyil. Qan damar sistemi yoxdur, 2 sormacı varsa, deməli buğumsuz bədən bu qaraciyər sorusu olacaq. A və C-ni saxlayaq. 4 dənə sormaç var. Qan damar sistemi yoxdur. Buğumlu bədəni var. Təbii ki, burada söhbət öküz solterindən gedir.
2 sormaç, qan damar sistemi var. Ağız və boğumlu bədən var. Deməli, burada da təbii ki, söhbət tibb zəlisindən gedəcək. 15 ağ planari, 15 dişi askarit ilə birlikdə neçə yumurtalıq var? Ağ planaridə 2 dənə yumurtalıq var. Bir fərddə 15 dənə ağ planari varsa cəmi 30 yumurtalıq olacaq. Askaritdə də 2 yumurtalıq var. 15-ində də 2-yə vuracağım 30 dənə. Cəmi 60. Əgər may böcəyinin ürəyi 5 kameradan ibarətdirsə, onda onun ürəyində cəmi neçə dəlik olar? Əgər 5 kameralı ürək varsa, gəlin bunu şəkillə göstərim sizə. Biz bilirik ki, may böcəyinin ürəyində bir kamerada 2 dənə dəlik olur. Yəni normalda 2-yə vururuq, amma kitabda yazılıb ki, may böcəyində ürəyin hər bir kamerasında 2 dənə dəlik olur. Baxın, bunlar belə görsənmir, amma baxın, oxla göstərilənlər, baxın, bunlar dəlikdir. 2 dənə dəlikdən daxil olur. Burada da göstərib bir dənə kameranı daha aydın şəkildə. Görürsünüz, burada da bir dənə dəlik olacaq ki, qan yenə buradan da daxil olacaq. Ona görə biz sayanda oxlar sayırıq. 2, hamısını saysaq 16 dənə dəlik olmuş olacaq. Düstur olaraq da belə yadınızda saxlaya bilərsiniz. 3n üstəgəl 1 düsturundan da yadda saxlaya bilərsiniz. Yəni 5-i 3-ə vurduq, üstünə 1 gəldik. Olacaq neçə? 5 kameralı ürək varsa 15 üstəgəl 1, 16 dənə cəmi dəlik olmuş olacaq. İnfizor tərlikdə olub adi amöbdə olmayan hissələri müəyyən edin. İfrazat vakulu hər ikisində var. Tullantı dəliyi olacaq. Hüceyrəvi ağız, bəli, həzm vakulu hər ikisində var. Bir də kirpikçiklər. Kirpikçiklər də yalnız infizor tərlikdədir. Olur 2, 3 və 5. Hansı qurtların yumurtalarının inkişafı üçün mütləq su mühiti lazımdır? Biz hansı qurtları götürməliyik ki, hansı ki həmin qurtların sürfələri su mühitində yaşamağa uyğunlaşmışdır ki, yumurta suda olmalıdır ki, yumurtadan çıxan sürfələr birbaşa suya çıxsın. Ona görə də qaraciyər sorucusu və ağ planarini götürəcəyik. 2 və 3. Uyğunluğu müəyyən edin. Xərçəng kimlər? Hörümçək və həşərat. Məsələn, 3 cüt yerimi ayağı həşəratlardadır. 4 cüt yerimi ayağı hörümçəklərdədir. Ayaq qolcuqlar. Ayaq qolcuq biz hörümçək götürə bilərik və biz buna pedipalp deyə bilərik. Çənə ayaqlar xərçənglərdədir. Qəlsəmə də xərçənglərdə. Keçirik situasiya suallarına. Bu parazit qurt insanın ağciyərini zədələyərək öskürək yaradır. İnsan öskürdükdə bəlğəmlə ağız boşluğuna gətirir. Daha sonra insan onu udur. Deməli, söhbət nədən gedir? Söhbət insan askaridindən. Bu hansı parazitdir? Təbii ki, bu insan askarididir. İnsan askaridi. Hansı tipin nümayəndələridir? Sap qurtlar tipinin. Yastı qurtlarla müqayisədə bu tipin nümayəndələrinin həzm sistemində hansı orqanlar ilk dəfə yaranıb? İlk dəfə bunlarda məsələn anal dəlik yaranmışdı. Bayaq da dedik, qida bir istiqamətli hərəkət edirdi. Sonra bunlarda yaranmışdı qida borusu. Bayaq bu testdə yenə rastlaşmışdıq bundan. Bir də yaranmışdı bunlarda məsələn dodaq, yəni həzm sisteminə aid olanlardan. Daha doğrusu dodaq çıxıntısı. Tam olaraq biz ona dodaq deyə bilmərik. Əgər insanın bağırsağında parazit edən bu qurtda cəmi 150 dodaq çıxıntısı varsa, ümumiyyətlə bir dənə insan askaridində 3 ədəd dodaq çıxıntısı var. 150 dodaq çıxıntısı isə x qədər, x da bərabərdir 50 dənə. Varsa, erkək fərdlərdə dişi fərdin sayı bərabərdirsə, 50 dənə askarid varsa və erkək və dişi fərdlərin sayı bərabərdirsə, deməli 25 erkək var, 25 də dişi var. Baxaq bizdən nəyə soruşur? Bu qurtlarda cəmi neçə yumurtalıq saymaq olar? Yumurtalıq da bir dişi fərddə 2 yumurtalıq olduğuna görə cəmi 50 dənə yumurtalıq olmuş olacaq.